Akif müəllim, bayaqları siz musiqidən danışdınız, Cahangir Cahangirovun əsərindən danışdınız ki, indi də dinləyəndə kövrəlirsiniz. Ümumiyyətlə, musiqi ruhun qidasıdır. Bax, bugün ruhunuzu nə ilə qidalandırırsınız? Nə dinləyirsiniz, kimi dinləyirsiniz? Ümumiyyətlə, mən həmişə demişəm, bugün də təkrarım edirəm ki, vokal sənətində xanəndələr müğənnilərdən dərəcə baxımından yüksəkdədir. Desəm ki, mən tutalım. Alla Pugaçovun bir də əsərin əvvəllə axıracan qulaq asmamışam. Demirəm, o sənətini, mən başqa mədəniyyətin təmsilçisi olduğuna görə o məni maraqlandırmır. Amma mən qulaq astığım, ürəyimdə o sarı simə toxunan məqamlarımda mən xanəndələrə qulaq asıram. Xanəndələrə qulaq asırsınız. Muğama qulaq asıram. Özü də yaxşı nümunəsinə.